geldiniz. Hoş bulduk olsun. Hoş geldiniz. Buyurun. Haber gelmişik. Sizə bir neçə sualımız var. Həm də bugünkü bayramımızı biz təbrik edirik. 97-ci ildə sizə sol-solun müvəqqətlər arzulayırıq. İcazə verirsə, vaxtımız qısa olduğuna görə biraz tez başlayaq suallara. Haber və bizə məlum olduğuna görə deməli təqvim dəyişilən gün sizin ad gününüzdür ki, biz bunu bilirik, yəni məlumatımız vardı, sizə zəng elədik, lakin sizin qərargahda olmağınızı bildirdilər. Oradan sözümüzü biraz təzyiq elədik, amma gəldik sizi qərargahda tapdıq. Deməli, 40 yaşınızın tam olması ilə əlaqədədir bizim gəlişimiz. Düzdür, Azərbaycanda bu yubileylərin o belə təntənəli və tez-tez keçirilməsi biz bilirik ki, sizi ağrıtsa da, amma nə eləmək olar? Yəni, bugün yubiley günüdür. Bizlə söhbət deməli etməyinizə inamsızlığıyla görüşünüzə gəlmişik. Bu barədə xahiş edib fikrinizi bilmək bizim üçün maraqlı olar. Rızvan bəy, çox sağ olun. Bugün zəhmət çəkib bizim görüşümüzə gəlmişsiniz və sizin yuxarıda dediyiniz kimi ki, zəng edib məni axtarmışsınız və məni burada tapmışsınız. Başqa cür də ola bilməz. Çünki bizim partiyanın ali məsləhətçisi Rafiq bəy Rahmanoğlu'nun dediyi kimi, bu hər bir xalqın xoşbəxtliyi üçün onun övladları gərək öz istirahətlərindən hərə biraz kəssin ki, o xalq xoşbəxt ola bilsin. Ona görə də indi o xalqın övladı bizdə sayılırıq və ad günümüzün olmağına, bugün dediyiniz kimi məcburi olub o təqvim ilinin dəyişilməsinə baxmayaraq, biz xalqımızı tam xoşbəxt görənə qədər istirahətimizdən də kəsəcəyik, vaxtımızdan da kəsməliyik ki, və belə çalışmalıyıq ki, xalqımız xoşbəxt olsun. İndi bugün siz bura gəlmişsiniz, deyirsiniz, yubileylər keçirən bir ölkədən. Əlbəttə, bu bizim özümüzü daxilən ağrısa da, əsas ağrıdan cəhət odur ki, dünya baxır Azərbaycana və dünyanın Azərbaycana baxışı ilə o prizmadan baxdıqda belə bir problemləri olan ölkənin aylarla, günlərlə, həftələrlə belə yubileylərə vaxt sərf etməsi doğrudan da ürək ağrıdıcıdır. Yəni, təkcə bu Azərbaycan üçün deyil, Azərbaycan dünya üçün lazımdır və o xalqın bayramını qeyd eləmək daha yaxşı olardı. Nəinki onun fərqlərinin, yubileylərini keçirmək. İcazə verirsə keçək ikinci suala. Deməli, bildiyimizə görə Azərbaycan Xalq Demokratik Partiyasının üzvüsünüz, həm də Sumqayıt Siyasi Rayon İdarə Heyətinə başlıq edirsiniz. Yəni, görüşümüzün burada baş tutmasından istifadə edərək, deməli, siyasi yönündən başlamağın maraqlı olacağını nəzərə alaraq sualımızı bildirir ki, siyasətə qoşulmağınızın nədən irəli, yəni siyasətə qoşulmağınız nədən irəli gəlir və niyə siz Azərbaycan Xalq Demokratik Partiyasını seçmişsiniz? Rızvan bəy, bu sualınıza cavab vermək üçün bayaq dediyiniz kimi sizin də vaxtınız azdır, eləcə də bizim də. Yəni, buna daha geniş cavab vermək olar, ancaq mən çalışacağım ki, fikrimi qısa ifadə edeyim. Yəni, bugün siyasətə qoşulmaq söhbəti odur ki, bayaq yuxarıda dediyim kimi, xalqımız indi elə vəziyyətdədir ki, əsrlərlə əzab çəkən xalqın övladları, əgər bugün siyasətdən kənar qalırsa, yəni xalqın xoşbəxtliyi üçün onun bəlalardan qurtarmaq yolu bu saat siyasi partiyaların yaranmasındadır. Bu dünyada gedən proseslər bunu göstərir ki, yəni siyasi partiyalar olmalıdır və bu yolla xalqın xoşbəxtliyi uğrunda mübarizə aparmaq lazımdır. Mən niyə məhz Azərbaycan Xalq Demokratik Partiyasını seçmişəm? Yəni, belə bax, o prizmadan baxaq ki, millət və xalq anlayışı bir-birindən fərqlidir. Əgər bugün biz deyirsə, Türk milləti, Türk xalqları, bunlar başqa-başqa söhbətlərdir. Və hər bir millətin milli dövləti olmalıdır. Etiraf edək ki, əsrlərlə təcavüzlərə məruz qalmış bir xalqın bugün dövləti qurulmaqdadır.
Ona görə də milli söhbətdən, milli dövlətdən söhbət gedə bilmədiyi kimi, biz də milli demokratiyadan söhbət eləməyimiz bizim hələ tezdir. Ona görə də xalq demokratiyasının qurulmasına çalışmaq lazımdır və bu yöndə işlərimizi aparmağa, daha sürətli aparılmasına vaxt baxımından çalışmalıyıq ki, daha da biraz sürətli olsun. Necə deyirlər, əvvəl azad xalq, sonra onun milli dövləti. Mən də Rafiq Bəyturaxanoğlu'nun Nəsimi haqqında yazılarını oxuyandan sonra çoxdan daxilən nəsə istədiyimi özüm də bilmirdim nəsə istəyirəm. Və onun məqalələrin, yazılarını oxuyandan sonra özüm də hiss etmədən daxilən indiyə kimi istədiyimi tapmış oldum. Və ona görə də xalq, elə adından da göründüyü kimi, xalq demokratiyasına çalışanların partiyasına mən üz olmağı özümə, necə deyirlər, bir vəzifə hesab elədim. Və ona görə həmin gündən də mən Azərbaycan Xalq Demokratik Partiyasında çalışıram. Və dediyiniz kimi, Sumqayıt Siyasi Rayon İdarə Heyətinə başçılıq edirəm. Yəni, çalışdığım vaxtdan bizim bir inamımız var ki, and iç günəşə inanım kimsə. Əgər bu inam altında, bu xətt ətrafında toplaşanlara başqa izaha ehtiyacı yoxdur ki, bunlar xalq üçün nə iş görə bilərlər, xalqa necə ürəkdən yana bilərlər. Ona görə də az-çox yəqin ki, partiyaya gəlmə fəaliyyətimi nəzərə alıb, Sumqayıt Siyasi Rayon İdarə Heyətinə katib vəzifəsinə irəli çəkiblər. Bu, o qədər də məni arxayınlaşdırmır. Yəni, çalışıram ki, daha bundan sonra məsuliyyətlə fəaliyyət göstərək və Sumqayıt da o vaxtı ilə qəzetimizdə, yəni partiyanın mənlik qəzeti çıxır. Orada da Sumqayıt Azərbaycan deməkdir, belə bir məqalə yazmışdıq. Və Sumqayıt Azərbaycan deməkdirsə, bu da o başqa partiyaların şöbələrinə bənzəmir. Yəni, daha məsuliyyətli, bizim partiyanın, Sumqayıt Siyasi Rayon İdarə Heyətinin üzvləri daha məsuliyyətli, daha çox işləmələri üçün biz elə Sumqayıt Azərbaycandır sözünü, necə deyilər, devrisini həmişə öndə tutmuşuq və o prinsip əsasında da işləyir. Çox sağ olun. Deməli, bu Rus-Sovet imperiyası dağılmağa başlayandan başqalar kimi Sovetlər Birliyində bütün respublikalar müstəqillik qazanmağa can atdı. Yəni, Azərbaycanın, sualı belə qoyanda, Azərbaycanın bu təbii sərvətləri Azərbaycanın başına çox boyun açmağına görə, yəni bu tarix boyu hamısı özünü göstərib və həmçinin yenə əsrin axırında bu hadisə bir də baş verdi və bununla da Qarabağ problemi yarandı. Bugün deməli, siyasi partiyalar və bəzi siyasətçilər Qarabağ problemini hər biri, həm şəxs kimi, həm də təşkilat kimi cürbəcür yollarla həlini görürlər. Sizin deməli, bu Qarabağ problemindən münasibətiniz necədir? Bilirsiniz, Qarabağ problemi, yəni bizim deyəndə biraz anlaşılmazlıq yaranır. Bizim partiyanın əvvəldən də, yəni Respublikada, siz deyən kimi, Rus-Sovet imperiyası dağılmağa başlayan vaxtdan Qarabağ problemi deyirlər, Qarabağ müharibəsi deyirlər. Biz ilk vaxtlardan Azərbaycan üçün Qarabağ probleminin olmadığını etiraf etmişik, elan eləmişik və elə həmin yöndə də həmişə fəaliyyət göstərmişik. Yəni, bizim partiyanın xətti ilə desək, onun Qərbi Azərbaycan problemi var. Yəni, Qarabağ problemi bu Azərbaycanda elə bir kiçik, necə deyirlər, hadisədir ki, onu bu ölkəyə qarşı, ölkə iqtidarına qarşı Qarabağda qiyam qalxır. Biz bunu əvvəldən qiyam demişik və qiyamın da yatırılmasının dünya səviyyəsində beynəlxalq qanunlara əsaslanaraq onun yatırılma yolları. İndi vaxtilə bundan Azərbaycanda istifadə edilməyib, yəni o bizim günahımız deyil. Bizim partiya kimi təkliflərimizi vaxtında vermişik. Rus-Sovet imperiyası dağılmağı məsələsinə də toxunmaq istəyirəm ki, bu imperiyalar ki var,
o hansı ki, imperiya heç vaxt daim ola bilməz, nə qədər qüdrətli olsa da, elə götürək Sovet imperiyası, o axırı dağılmağa məhkumdur. Çünki heç vaxt çəpər içərisində yaşamaq mümkün deyil, yəni bir növ qəfəsdə götürək. Biz də o vaxtdan Qarabağ problemi deyirsiniz, yəni bizi istəməyənlər, yəni elə götürək ermənilərin, tarixən çox güclü təşkilatlanıblar və buna həmin təşkilat vasitəsilə də Azərbaycana qarşı çox böyük təxribatlar törədiblər, təcavüzlər eləyiblər və onu da belə etiraf eləyək ki, özümüzdən istifadə eləyib, öz səhvlərimizdən müəyyən məqsədlərinə çatıblar. Ona görə də xalqa heç vaxt tarixi unutturmaq olmaz. Mən uzağa getmirəm, indi elə yaxın tariximizi götürürəm. Dünənə kimi erməni adı gələndə və yaxud Qarabağda bir ağac kəsiləndə meydan, silkələnən meydan, indi bugün erməni belə deyək ki, gəlib Bakının ortasında gəlsə, ona bir şillə vuran, o dərəcədə bizi unuttururlar tarixi, belə hadisə olur. Və tarixini unudan xalq da onu təkrar eləməyə məhkumdur. Bu belə olub, belə də olacaq. Tarix elədir ki, tarixi mən bənzədərdim, avtomobildə yan güzgü deyirlər ona, yəni o güzgü ilə arxaya baxıb irəli hərəkət edir. Xalqın da tarixi budur. Yəni keçmişinə baxıb irəli hərəkət eləmək. Ona görə də Azərbaycanın başına gətirilən bu qədər bəlalar əgər tək Azərbaycan üçün olsaydı, Azərbaycan erməni məsələsi olsaydı, bu belə də həll olub qısa vaxta gedər. Ancaq dünya bizdən başqa şey gözləyir. Dünyanın özünün xilası olmaq üçün Azərbaycanın azad olması, özü də tam azad olması vacibdir. Bu yöndə biz çalışmalıyıq. Və siz dediniz, Azərbaycanın başına sərvətləri həmişə bədbəxtliklər gətirir. Mən ona başqa prizmadan baxaram və baxıram da, düzdür, indi onun hər tərəfli izah eləmək, açmaq mümkün deyil. Onda bayaq dediyim kimi, biz partiya, siyasi partiyalar təkliflər verə bilər. Bunu tarixçilər, alimlər açmalıdır, göstərməlidir, həmin ideyaları, yəni, partiyanın verdiyi ideyanı. Amma şəxsi mənim öz fikrimə görə Azərbaycana təkcə sərvətləri bədbəxtliklər gətirməyib. Azərbaycanı biz indiyə kimi elə sərvəti ilə qiymətləndirmişdik. Ancaq onun başqa sərvətləri var. Məsələn, götürək, dünyada əgər 11 iqlim qurşağı varsa, bu qəbul olunub, düzdürmü? 11 iqlim qurşağından 9 Azərbaycanın payına düşür. Və bunu da xırdalasaq, demək, dünyada 11 dahi olacaqsa, həmin dahilərin 9'u düşür Azərbaycanın payına. İndi biz təsəvvür eləyək ki, bu qədər böyüklükdə dünyada 11 dahidən 9'u Azərbaycanın payına düşürsə və bizi istəməyənlər bunu bizdən yaxşı bilirsə, burada Azərbaycanın sərvətləri onun başına bədbəxtliklər gətirmir. Elə sahələr var ki, dünyanın ölkələrində o sərvətlər bizdən çoxdur, ancaq heç onların adı çəkilmir. Və tarixən ümumiyyətlə Türk dünyası üçün bu şəxsiyyətlər, yəni o Tanrıdan gələn, Tanrı yaranış gəlir Türkdən başlayır. Bu məsələlərdir və o da gəlir Azərbaycana, bayaq dediyim kimi, o 9 iqlim qurşağı elə belə söhbət deyil. Hər iqlim qurşağına bir dahi götürəndə yenə təkrar edirəm. O 11 dahidən 9'u Azərbaycanın payına düşürsə, da bunun artıq izaha ehtiyacı yoxdur. Məncə bədbəxtliklərimiz hamısı bunun üçündür və bu səbəbdən bizə əsrlərlə təcavüzlərə məruz qalmışıq. Və belə ki, dediniz, mən fürsətdən istifadə edib 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə də sizi təbrik edirəm və arz edirəm ki, dünyanın xilas olması üçün bayaq dedim, Azərbaycanın tam azad olması vacib. Və Azərbaycanın tam azad olması əlbəttə birinci növbədə bizim özümüzdən asılıdır. Yəni biz o işi görürsə, dünya bizə dəstək verə bilər. Əgər biz 88-ci ildən belə götürək, Qarabağ problemi deyirsiniz. 88-ci ildən biz
ermənilər Qarabağ problemini qaldıranda biz BMT səviyyəsində tutaq ki, dünya car çəkib Qərbi Azərbaycan problemini qaldırmalıydı. Yəni Göyçədən Zəngəzur məsələsin, İrəvan xanlığı məsələsin. Belə olanda bunu görən ermənilər yəqin ki, o qədər torpaq itirmək əvəzinəsə, ondansa daha özləri üçün necə deyirlər, sərfəli hesab eləyərdir ki, Qarabağ adını tutmasınlar. Ancaq təəssüf ki, biz bunu eləyə bilmədik. Qarabağ məsələsi qalxanda biz Bakının Şuşaya köçürülməsi, yəni Şuşanın paytaxt edilməsi məsələsində təklifini verdik. Təəssüflər olsun ki, eşidən olmadı bunu və həmin necə deyirlər, təkliflərə, aşağıdan verilən təkliflərə biganəlik bugün Respublikanı gətirib bu vəziyyətə salır. Bunun da artıq izaha ehtiyacı yoxdur. Sağ olun. Deməli, imperiya dağıldıqdan sonra Azərbaycan İslam xətti ilə üzlənməyə başladı. Yəni, Azərbaycan Rusiya və İran dövlətləri ilə həmsərhəddir, yəni yaxın qonşudur. Çox maraqlıdır ki, bunların siyasi yolları, yəni İranın və Rusiyanın siyasi yolları ayrı-ayrılıqda bir-birinə fərqlənsə də, Azərbaycanın məsələn problemlərini daha da çoxaldılmasında bunlar həmfikir olurlar. Bu məsələyə xahiş edən öz fikrinizi bildirəsiniz. Bilirsiniz, İran və Rusiya doğrudan da bu tarixin bizə bəxş etdiyi ən böyük bəladır deyərdim. Yəni, belə qonşular olmaq həmişə əsrlərlə tariximizə baxanda başımız bəlalar çəkib və son keçən əsrdə bu Azərbaycanın iki yerə parçalanmasına gətirib çıxardı. Və yuxarıda qeyd elədiyim kimi, yəni, heç bir dünya tarixinə baxaq, dünya xalqlarına baxaq, orada heç bir xalq yoxdur ki, əsrlərlə ayrı yaşasın, parçalansın. İndi həmin o 9 iqlim quşağı məsələsini gətirdim. Yəni, buradan görmək olur ki, Azərbaycan kimlər üçün çox böyük təhlükə hesabı oldu. Rus qonşularımız haqqında mən nə deyə bilərəm? Rus qonşularımız belə ki, Rus xalqı heç vaxt Azərbaycan xalqı ilə, Türk xalqları ilə düşmən olmuyor. İndi biraz dərinlərə geçsək, Türk-Slavyan məsələsi var. İndi onun yəni vaxtın qısa olduğuna görə onu izah eləməyə məndən ehtiyac yoxdur. Bir də Rusların bədbəxtçiliyi mən deyərdim ki, ondadır ki, onlar heç vaxt öz hakimiyyətlərin başında öz xalqının uğrunu görmürlər. Bax, o özü böyük təhlükədir. O xalqın hakimiyyətinin başında həmişə kənar adamlar olur. 17-ci il inqilabı, oktyabr inqilabı deyirlər. Bunu törədənlər, SSR-ni yaradanlar, İvan Groznyaya qədər və yaxud 1-ci Pyotra qədər ondan sonraki vaxtlar kimlər olub Rus hakimiyyətinin başında. Bunların yəni açılması üçün, açmaq, izah eləmək üçün çox vaxtımız gedir. Mən yəni qısa deyirəm ki, Rus xalqı heç vaxt başqa xalqlara qarşı o deyildiyi kimi təbliğat aparıldığı kimi olmur. Yəni onun hakimiyyətinin başında gələnlər və o Rus dövləti ərazisində, yəni onun sərvətlərindən hara üçünsə daşıyıb aparmaq, istifadə edilmək üçün müəyyən bir ideologiya deyək, nə deyə atıblar ortalığa, bir dövlət kimi qurublar, imperiya yaradıblar, ancaq bu tamam başqa məqsədlərdir. Bir də onu demək istəyirəm ki, mən ideologiya və təlim bu tamam başqa şeylərdir. İran dövlətini görürlər. İndiyə kimi deyirlər ki, İran dövləti qüdrətlidir. İran dövləti deyəndə mən elə Azərbaycan başa düşürəm. Yəni elə İran özü Azərbaycan demək. Bu başqa cürdə ola bilmez. İndi tarixdir, gəlir bu cür bayaq dediyim kimi öz səhvlərimizdən istəməyənlərimiz istifadə edib, indi dünyanı belə bölüşdülər, Azərbaycanı belə parçalayıblar. Bu başqa söhbətdir. Və İranda da, eləcə də Sovet imperiyasında o vaxt ideologiya olmuyor, təlimlər olur. Komünist təlimi, İslam təlimi, belə deyək. Yəni, əgər
götürək ki, İranın özündə elə kommunist təlimini qoyaq bir tərəf. Yəni bu təlim elədir ki, hamı o təlimlə məşğul ola bilməz, onu qəbul edə bilməz. Ona görə də o 20 il, 30 il sonra nə vaxtsa dağılmalıdır. Sovet imperiyası 41-ci ilə qədər dağılmalı idi. Və 41-ci ildə o müharibənin ortaya salınması, hələ indi belə deyək ki, Hitleri lənətləyirlər. Ancaq başqa tarixə daha diqqətlə, daha belə necə deyərlər, o incəliklərinə qədər gedib çıxsaq, Hitler özü müharibənin qarşısını saxlaya bilməyir. Müharibəni kimlər törədir və nə üçün törədir? Bu SSR-nin, necə deyərlər, Sovet imperiyasının ömrünün uzatmasına xidmət edir. Və bu məsələyə budur yanaşmaq lazımdır. İran dövlətini özün götürək, necə siz dediyiniz kimi İran dövləti. Orada İslam təlimidir. İndi belə çıxır ki, İranda neçə milyon əhali varsa, tutaq ki, uşaqdan böyüyə hamı molla olmalı. Çünki o dövlətin aparıcı xətti budur. Hamı molla olanda baxırlar ki, hamı mollalar yaxşı dolanır. Bu hamı da istəyir molla olsun, geçsin, çıxsın hansısa səviyyə yaxşı dolansın. Bu mümkün olan şey deyirlər. Onda da bunlar arasında, necə kommunistlərin arasında didişmə baş verdi, ölkə dağıldı. İndi İranda da bu proses gedir, yəqin ki, çox uzun çəkməz. Orada da həmin o təlim, əgər bu 1000 ildən çox bu xətt, İslam xətti gedirsə, necə deyirlər, dini varsa, Məhəmməd Peyğəmbərin özünə böyük şəxsiyyət kimi onu qəbul edir. Ancaq bugün İslam dövlətləri deyən, o İslam xəttinin əsas tutub əlində bayraq edir, dövlət yaradır və xalqı və yaxud həmin dövlətin ərazisində yaşayan xalqları onlar sıxırlarsa və yaxud onların dolanmağı, necə deyirlər, hüquqları pozulursa, onda bu İslamın özünə şübhə ilə yanaşmaq məcburiyyətində qalırıq. Yəni, bu mənim şəxsi fikrimdir. Yenə deyirəm, Məhəmməd Peyğəmbər tarixdə böyük şəxsiyyətlərdən, necə deyirlər, bəlkə də böyük olur. Onlardan biri yox, bəlkə də böyük olur. Ancaq o xəttdə, indi biz elə İran dövlətinin timsalında orada bizə yaxındır. Gündə də mətbuatdan, radiodan, televizordan eşitirik ki, orada hüquqların pozulması. Yəni, demək, o xətti ələ keçirənlər, o xətti aparıcıların, o başda olanlar, başqa adamlardır ki, ora təcavüzlər edirlər. Və necə deyirsən ki, İslam dinini qəbul edən bütün xalqlar qardaş. Əgər biz bu qardaşıqsa, bu yazılıbsa orada, buna İran tərəfindən hal-hazırda, yəni İran dediniz, mən o timsal. Bu əməl olunmursa, Azərbaycan qalıb qıraqda Ermənistanla müəyyən iqtisadi əlaqələr, yardımlar qurulursa, demək, o xəttə şübhə ilə yanaşmaq məcburiyyətindir. Yəni, o dövlətin başında olanlar, o İslam xəttini aparanlar, ona görə bu sözü deməyə biz məcburuq və bayaq dediyim kimi, dövlətin əsas qoruyucusu, əsas o strukturlarından biri təhlükəsizliyin təmin olunması üçün ideologiya var. Və o ideologiya uğrunda da biz çalışırıq və Azərbaycan Xalq Demokratik Partiyası öz təkliflərini dəfələrlə hazırlayıb. Bu ideologiyada milli adət-ənənələr üzərində qurulmalıdır. Onu da biz hazırlamışıq, yəqin onu da fürsətdən istifadə edib, keçən parlament seçkilərində biz partiyanın, necə deyərlər, təşəbbüsü ilə Azərbaycan Respublikasının 52 maddədən ibarət konstitusiyasını hazırladı. Bu qəbul olunmadı, yəni bugün o iqtidarda ya sabah kimlərsə olacaq partiyanın təkliflərinə etinasız yanaşırlar, onların öz işləridir. Ancaq biz öz bordumuzdan çıxmışıq, yəni bunu eləmişik. Ona görə də İranla, Rusiyanın, Azərbaycanla qonşu olmağın Azərbaycan iqtidarı, onun başında duranlar həmişə yadda saxlanmalıdır. Və onlardan hansı siyasi yollarla, necə istifadə olunur, necə qonşuluq eləməyi özləri üçün ölçüb biçməlidir. Və dünya da məhz Azərbaycandan elə bunu gözləyir. Qalan işlərimiz yəqin ki, inşallah yaxşı olur. Siz ideologiya dediniz, açığın deyək ki, sizin partiyanın xətti elədir ki, yəni türkçülük, turançılıq, yəni milli ideologiya ilə məşğul olan bir siyasi partiyadır. Yəni bunu Azərbaycan Xalq Demokratik Partiyası belə hesab edir. Yəqin ki, siz daha
real edəcək bu məsələni. Sadəcə olaraq Azərbaycan özündə müəyyən olacaq bu ideologiya qavranılması və qəbul olunması məsələsi bir bazı müəyyən problemlər yaradır. Və ondan da başqa, deməli, ümumiyyətlə, türkçülük, üzr istəyirəm, yəni bu qəbul olunma məsələsində müəyyən etnik qruplar arasında məsələ müəyyən çatışma məiyyəti çıxardır. Mən xahiş edirəm, deməsi, mən belə bir sualıma cavab versin. Ümumiyyətlə, türkçülük, turançılıq nədir və etnik qruplar barədə nə deyə bilərsiniz? Mən onunla əvvəldə, söhbətimizin əvvəlində qeyd elədim ki, mən Rafiq Turabxanoğlu'nun Nəsimi haqqında yazılarını oxuyandan sonra daxilən indiyə qədər daxilən istədiyimi tapmış oldum. Özüm də bilmədim. İndiyə qədər nəsə istəyirdim, ancaq bilmirdim nə istəyirdim. O yazıları oxuyandan sonra tapmış oldum. Bu ideologiyadan da elə biz Nəsimi fəlsəfəsini əsas götürüb ona söykənirik və Nəsimi özü, onun filmində də bir epizod var ki, yəni Azərbaycan üçün lazım olmadı, o getdi dünya üçün lazım olmadı. Olmaq üçün Azərbaycanı tərk elədi. Etnik qruplar haqqında deyəndə, mən onu demək istəyirəm ki, böyük mənada baxanda Azərbaycanda iki etnik qrup tanıyır. Yəni ermənilər, bir də gürcülər. Bu biraz o eşidənlər üçün, yəni bəziləri üçün təəccüblü görünə bilər. Ona görə də başqa geniş izah vermək istəmirəm. Təkcə elə onu demək istəyirəm ki, elə bizim xəritəmiz var. Orada Azərbaycanın əvvəlki tarixlərini götürüb İraq ərazisindən belə nə qədər sahəni əhatə edibsə, o yönündən baxmaq lazımdır ki, Azərbaycanda iki etnik qrup, yəni ermənilər, gürcülər var. Qalan o Azərbaycanda özün etnik qruplar siyasına daxil edənlərin uzağa geçsək, onlar da Türkün bir qollarıdır. Müəyyən tarixi proseslər olub və indi hərə özün bir adla adlandırır. Eybi yoxdur. Əgər özün etniklər sayırlarsa, saysınlar. Ancaq etniklər hesab edənlər bugün Azərbaycanda özün. Azərbaycanın xoşbəxtliyi üçün, tam azadlığı üçün onlar Azərbaycan, Azəri türklərlə daha çox çalışmalıdırlar. Çünki tarixin o böyük, necə deyirlər, dərə təpələrindən, tarixi proseslərdən gəlib indiyə kimi onları bugünə çıxardan elə türklər olur. Yəni, əgər özlərini yenə deyirəm, etniklər sayırlarsa, bu yönündən Azərbaycanın azadlığı üçün onlar bizdən çox çalışmalıdır. Və ümumiyyətlə Azərbaycanda olan mafiyalardır, oğru dəstələridir, kimlərdir, üzr istəyirəm. Yəni, onlar hamısı çalışmalıdır ki, Azərbaycan azad olsun. Yəni, Azərbaycan azadlığı odur ki, onlar başqa yerdə fəaliyyət göstərə bilməz, oğru gedib başqa ölkədə oğruluq eləyə bilməz, o sənətin işləyə bilməyəcək, onu tutub zərərsizləşdirəcəklər qısa müddətdə. Heç olmasa sənətinin xatirinə Azərbaycanda, Azərbaycanın azadlığı üçün nəsə o da eləməlidir. O ki, qaldı türkçülük, turançılıq, bilirsiniz, biraz da uzağa getmək lazımdır ki, indi hər dövlətin bir sərhəddi var da, necə ki, o fərdi insanlar, yəni hərə bir bağ yerdə tutur, çəpər çəkir, ki, olmaz belə. Ancaq türklər və qeyd elədiyim kimi Tanrı, təbiət, türk. Yəni, dünyanın yaranması bu prosesindən gəlir. Tanrı, təbiət, türk. 3 dənə T hərfi. Bunun özünün böyük açılışı var. Ona görə də türklərin də dünyanın yaranışı türklərlə başlayıbsa, yəni türklər birbaşa Tanrı ilə əlaqəlidir. Onların da ilk belə bir devizə şuarı olub ki, Tanrı turan, torpaq turan, teniz turan. Yəni dünyada bunlar 3 sərhəd tanıyır. Tanrıdır, göydür.
yerdir, bir də sudur. Qalın sərhəd bunlar tanımır. Yəni dünyada, yer üzündə yaşayan hər hansı bir xalqın nümayəndəsi istədiyi vaxt bugün Azərbaycanda yaşaya bilər, bugün Amerikada yaşamaq istəsə Amerikaya gedə bilər. Yəni o dərəcədə azaddır. Yəni Tanrının yaratdığı insanlara bu məhdudiyyət qoymaq olmadı. Sərhəd bu dünya bizimdir, burada yaşayanlarındır. Buna nə səfər çəkmək lazımdır? Ancaq güya bu dünyanı türklərdən yaxşı inkişaf etdirmək istəyənlər, onu qorumaq istəyənlər, türklərin bayaq qeyd elədiyim kimi səhvlərindən, necə ki o Azərbaycanda bu yaxın keçmişdə baş verirdi, yəni türk imperatorları olub, bunu etiraf eləməlidir. Onların, üzr istəyirəm, həyat yoldaşları hamısı çoxu Çinlilər olub. O bayaq dediyimiz kimi Çinlilər olub və o da imperatorların əgər həyat yoldaşı Çinlidirsə, demək ondan əmələ gələn övladların kiməsə işləyiblər və onun vasitəsilə o imperiyanın dağılmasına istifadə ediblər və buna da nail olublar. Və Əmir Teymur, İldırım Bəyazıt Toxtamış dünyanın 3 idarə edən hökmdarı olub, üçü də türk olub. Və o hökmdarları həmin yollarla, başqa cür olmuyor, həmin yollarla bir-birinə qarşı qoyub Türk imperiyasını dağıdıblar. İmperiya deyəndə yəni xoşməramlı imperiya. İndi 21-ci əsrə gedirik, burada da belə ərazi imperiyası çətin olsun. Və ağıl imperiyası olmalıdır. Və o da təsadüfi deyir ki, deyirlər 21-ci əsr Türk əsridir. Yəni dünyanın əsrlərlə başqaları istədiyi kimi, ola bilsin ki, Tanrı onlara şərait yaradır, ki, bunlardan yaxşı dünyanı qoruyacaqlar. Ancaq tarix sübut elədi ki, bu mümkün olmadı, dünya xəstələnib, dağılmağa doğru gedir və yəqin ki, ona görə elə 21-ci əsr Türk əsri olmalı ki, türklər yenidən bu dünyanı xilas eləsinlər. Nəsimi özü o kitabında da var, İsa Hüseynovun məşhur əsəri var. Burada yazılır. Yəni onu dərindən oxuyub açanda Nəsimi özü göylərlə üsyana qalxır. Nəsimi elə belə adi insan olmuyor. Nəsimi birbaşa Tanrı ilə əlaqəli olan insan olub. Yəni buradan analiz eləyəndə biraz görürsən. Əmir Teymurun o elədiyi səhvlərə qarşı türk xalqlarına, yəni İldırım Bəyazıtı məhv elədi, Toxtamışı məhv elədi. Əmir Teymurun başqa hərəkətlərinin qarşısını almaq üçün Nəsimi məcbur olub göylərlə üsyana qalxıb onunla görüşmək istəyir. Yəni görüşüb ki, onu bu yoldan döndərsin. Onu çox məsləhətlər verirək, səni asacaqlar, kəsəcəklər. Ancaq razılaşmır ki, bu mənim insanlığa qarşı borcum, vəzifəmdir. Və ona icazə veriblər ki, görüşsün. O gedib görüşüb ki, yəni o görüşdən sonra deyirlər, sənin başın çox bəlalar çəkəcək. Ona da razılaşıb öz ölümünə. Əmir Teymur o vaxt inandıra bilir ki, Əmir Teymurda müəyyən oyanış əmələ gəlir. Elə ki, qoşunların yığıb təzədən Çinə qarşı gedəndə sərhəddə çatmamış, yəni o zəhərlənib öldürülür. O kitabda deyil, yəni onu oxuyanda mən öz şəxsi fikrimi deyirəm, analizlərim belədir ki, o oyanış vaxtı bizi aradan götürürlər. Yaxşı olardı ki, biz elə əvvəldən oyaq olaq ki, yəni yatmaya o qədər dərin yuxularaq ki, oyananda da bilirlər ki, bu oyanıb, gözü açılıb, məhv edirlər müəyyən yollar. Və mən belə deyəm, türkçülük, turançılıq dediniz. Türkçülük, qısa mən onu deyim ki, bizim qan yaddaşımız, mənəviyyatımızdır. Turançılıq bizim bəşəriliyimizdir. Yəni, Turan elə dünya demək. Dünyanı da biz istərdik ki, bu xəstəlikdən xilas edək. Bu da, yenə deyirəm, gələn əsrdə yəqin ki, türklərin boynuna düşür, oranın vəzifə borcudur və biz buna inam hissi ilə deyirəm ki, çalışacaq. Yəni, öz köməkliyimizi biz nədir? Bir türk kimi biz də onun öz vəzifəmizi yerinə yetirəcək. Çox sağ olun. Nədir, bu türkçülük, turançılıq ideologiyasını məlumun ki, 85-ci illər başlayan proseslərdən artıq daha güclü, yəni yüksək öz səhvini alır.
Yani Türk dünyasından bugün çok danışılır. Sizin partiyada 66-cı ildə Türk dünyası məsələləriyle məşğuldur, bu məsələləri araşdırır. Mən xahiş edirəm, siz mənə bir sualma cavab verirsiniz. Azərbaycanın Türk dünyasında rolu bu barədə... Mən ona qıssa deyim, bayaq o fikirlərin çoxunu bu sual ətrafında elə mən başa düşürəm ki, izah eləmişəm. Azərbaycan Türk dünyasını düşünən beynidir. Türkiyə isə onu vuran əli. Bayaq dedim, o 9 iqlim qurşağı. Türk dünyasının Azərbaycan başıdır, yəni orqanizm kimi göstərir. Türkiyə onu vuran əlidir. Qıssaca mən bunu deyirəm. Çox sonunda belə bir məntiq çıxır da, Azərbaycanı əgər Türk dünyasının beyni hesab edirsinizsə, deməli, burada dünya şöhrətli şairlərimiz var, Azərbaycanda qəhrəmanlarımız var. Bunların olmasıyla əlaqədar bugün bizim ölkənin bugün belə bir vəziyyətə düşməyini nə ilə izah edərsiniz? Aydındır. Demək, bayaq mən dedim, o Azərbaycan o deyirsiniz Türk dünyasının beyni hesab edir. O şairlərimiz yanı var bizim dünya səviyyəli. Elə gəlin bir şeylə etiraf edək ki, elə o dünya şöhrətli bizim şairlərimiz olur, qəhrəmanlarımız olur. Yəni Nəsimi, Babək, Füzuli, elə mən öz şəxsi fikrimi deyirəm. Elə dünya onlara görə bugün bizə hörmət edir. Dünya elə onlara görə deyir ki, bu cür dahilər yetişdirən, bu cür qəhrəmanlar yetişdirən, söz ustadları yetişdirən bir xalq yəqin ki, nə vaxt özünə qayıdacaq, onu gözləyirlər. Və o da vaxt da çox verilə bilməz. Əgər bu verilən vaxtdan biz istifadə edə bilmiriksə, onda əgər biz 5 əsr, tutaq ki, 9 əsr bundan qabaqçıların hesabına hörmətimiz qalırsa, bu dözülməzdir. Biz onu inkişaf elətdirməliyik. Dünyada bizə çox vaxt verə bilməz. Bu qısa vaxtda biz özümüz doğrultmalıyıq və bilməliyik, sübut eləməliyik ki, biz həqiqətən həmin övladları yetişdirən xalqdır. Və ona görə də bu proseslərə sonra başqa yönündən dünya bizə baxacaq və bizə yol açılacaq ki, bunlar həqiqətən Qafqazın yayası ola bilərlər və dünyanın xilasında bunlardan istifadə eləmək olar, bunlara yol açmaq lazımdır. Növbəti sualım Lisabon samiti ilə əlaqədardır. Lisabon samitinin Azərbaycanda bayram səviyyəsində keçirilməsindən münasibətdir. Lisabon samiti, bilirsiniz, biraz çox maraqlı çıxır. Belə bizim televiziyada, mətbuatda gedir. Baxırsan, nə ağlamalıdır, nə gülməlidir. Yəni, düşünən nöqteyi nəzərdən deyirəm. Belə çıxır ki, demək, Lisabon samiti, o ATƏT-in üzvləri olan dövlətlər, 54 dövlət deyirlər. Azərbaycan, Ermənistan, Çatda 52 dövlət. Belə çıxır ki, onlar BMT-nin üzvü deyirlər, Birləşmiş Millətlər Təşkilatının üzvü deyirlər. Bunu analiz edəndə o nəticəyə gəlirsən. Axı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının o imperiya dağılandan sonra bizim müstəqil dövlət kimi üzvü olur. Onu orada qəbul ediblər. Və o dövlətlərin də əksəriyyəti BMT-nin üzvüdürlər. Və orada qəbul olunan da BMT-də o dövlətlər hamısı orada qol çəkib ki, Sovet imperiyası ərazisində yeni əmələ gələn dövlətləri o imperiya vaxtı demək, o necə deyirlər, öz əraziləri çərçivəsində biz müstəqil dövlət kimi qəbul edirik. Yəni, orada ərazi bölgüsü ola bilməz. Necə imperiya vaxtı ərazi bölgüsü var, ərazisi o səviyyədə, o dərəcədə biz onların müstəqil dövlət kimi qəbul edirik. Ancaq indi belə çıxır ki, bu ATƏT-in üzvü olan dövlətlər o vaxt orada təsdiq eləməyiblər. İndi bir ATƏT-in sədrinin, müvəqqəti sədr deyək, o tez-tez dəyişilir. Bir bəyanatı, elə bəyanat olmadan, tutaq ki, o protokola salındı, o 20-ci maddə oradan çıxmasıydı.
orada qol çəkiblər. Bu biraz gülünc görsənir ki, bu ərazi bütövlüyünü tanımırlar. Bir orada tanımamışdılar. Yəni biz, yenə deyirəm, onu İngilis və yaxud başqası gəlib demir ki, siz bu fikirdə səhvsiniz. Elə biz danışanda gülümsünür, çıxır gedir. Bayaq dediyim kimi, dünya gözləyir ki, biz özümüzə qaydaq, özümüzü dərk eləyək, danışığımızı, siyasətimizi bilək necə aparmaq lazımdır, dünya qəbul edən səviyyədə. Onda bizə yol açılacaq. Əgər bugün bir kağız üçün, bir bəyanat üçün bu qədər bayram keçirilirsə, siz deyən kimi, bayram səviyyəsinə qaldırılırsa, dünyada deyir, bunların məsələsini həll eləmək çox asandır. Yəni, bunları elə bir kağız yaz ver ki, filan şey sənindir, deyib bayram eləyəcək. Bunlara torpaq lazım deyil. Biz bugün, tutaq ki, Qarabağı bütün qaytarsalarda yenə gileylənməli, yenə məsələ qaldırmalıyıq ki, Qərbi Azərbaycan məsələmiz də var bizim. Heç vaxt biz verilərlə qane olmağı, bunu Tanrı bizə bağışlamaz, xalq bağışlamaz. Nətər bir kağızı, bir bəyanatı bayram eləyirik, dünyada baxır, deyir, nə gözəl xalqdır bunlar, nə deyirsən, deyir, gedir toy bayram eləyir. Bir kağıza yazaq, gündə bir şey yazaq verək ki, filan şey sizindir də. Və başqa torpaq istəmir, bir şey istəmir də, buna neyini? Və o nöqtəyi nəzərdən mən fikrimi nə bilim, çatdıra bildim, yoxsa biz heç vaxt verilənlə qane olmamalıyıq. Bu bizim ən birinci siyasətimiz olmalı. Azərbaycan Xalq Demokratik Partiyasının ali məsləhətçisi Rafiq Turabxanoğlu barədə nə deyə bilərsiniz? Xahiş edirəm sonunda. Azərbaycan Xalq Demokratik Partiyasının ali məsləhətçisi, yəni öz liderimiz haqqında mən nə deyə bilərəm? Yəni, onun haqqında mən elə fikirləşirəm ki, söz demək üçün müəyyən qədər heç olmasa o səviyyə yaxınlaşmaq lazımdır. Bayaq dediyim kimi, Rafiq bəy o Azərbaycanı indi deyirlər siyasi partiyalar yaranıb. Amma Rafiq bəy 60-cı illərdən, 70-ci illərdən, 66-dan o partiya yaranıb. Bu Sumqayıt şəhərinin özündə. Məlumdur mənə. Ona görə o elə belə insan deyil. Ki, indi meydanlara çıxıb, müəyyən o özün reklam eləyənlər, xalqın gözündə yüksələnlər yavaş-yavaş aşağı yenilər vaxt getdikcə. Və Rafiq bəy o vaxt, yəni bu hərəkətdən çoxları kənarda qalıb, neyini, amma Rafiq bəy özü 66-cı ildə fəaliyyət göstərir. Bu, Azərbaycanın o xilas olması üçün çox işlər görür. Mən qısaca onu demək istəyirəm ki, Rafiq bəy Nəsimi şirofoqramasının Azərbaycanda açarı Rafiq bəydən. Bayaq deyilirəm, Nəsimi dünyanın Nəsimisidir, tək Azərbaycanın yox. Ondan bəhrələnib güclü dövlətlər yaradır. O Nəsimi şirofoqramasının açarı Rafiq bəydədir Azərbaycanda. Əgər bugün onun bu imkanından istifadə edilməsə, Azərbaycan və eləcə də dünya özü böyük problemlər qarşısında qalır. Rafiq bəy haqqında mən bunu deyə bilərəm. Və arz eləyərdim ki, elə Azərbaycanda, dünyada ondan az çox istifadə olunur. Çünki Rafiq bəy də Türk bölgələrindədir, başqa xalqlarda görüşündə, İngilislə, Amerikanlasıyla görüşür, istifadə olunur. İndi yenə deyirəm, bu Nəsimi tarixi bizdə təkrar olunmasın. 500 ildən sonra belə deyək ki, Nəsimin 5 əsrdir. 5 əsrdən sonra o şirofoqramanın açarı kimdəsə tapılır. İndi 500 ildən sonra bugün istifadə eləmirsə, demək, nəsə 2-3 əsrdə getməli ki, təzədən biri yetişsin, yəni o səviyyədə. Ona görə arz eləyərdim ki, elə Azərbaycanda ondan istifadə olunsun. Çox sağ ol. Qafar bəy, eşitmişik, şeirlə çox maraqlanırsınız. Yəqin ki, bu 40 illik yubileylə əlaqədar olaraq nəsə yazmışsınız. Mümkünsə bir neçə misra şeirlər bənzərləyədir. Aydındır. Mən əvvəlcə onu demək istəyirəm ki, o bayaqki suallarınız ətrafında Azərbaycanın bu vəziyyətdən çıxış yolları, onu qeyd edeyim, sonra deyərəm.
Çünki bu müsahibəyə baxanda deyərlər, heç elə hamı fikir deyir. Ancaq mənim öz şəxsi fikrimdir, Azərbaycan indiki bəlalardan qurtarması üçün, yəni hər bir tarixi prosesdə müəyyən yollar göstərmək lazımdır. Müəyyən yollar, müəyyən işlər tələb olunur. İndi hal-hazırda ki, vaxtda mənim fikrimdən belədir ki, biz Azərbaycana ayrı-ayrı vaxtlarda rəhbərlik edən, hal-hazırda fiziki cəhətdən sağ olan, yəni yaşayanlar, hansı oyuna salındıqlarını dərk etməli və bir yerə toplaşmalıdır. Hərəsinin arxasında bir qüvvə var, o qüvvə bir yerə cəm olub, Azərbaycan xalqının Azərbaycan azadlığı uğruna mübarizə var. Bu bir. İkincisi, təfəkkür cəhətdən dünya tələblərinə, dünyada gedən prosesləri qabaqlayan və o proseslərlə bircə addımlayan fərqləri Azərbaycan xalqının övladlarından parlament yaradılmalı. Üçüncü, siyasi partiyalara geniş meydan verilməli. Çünki bizdə bugün kadr hazırlayan institutlar yox dərəcəsindədir və etiraf edək ki, yoxdur. Ona görə bugün kadrların seçilməsi siyasi partiyalardan ola bilər. Yəni, hər siyasi partiya öz sahəsinə aid, o heç vaxt hər hansı bir siyasi partiya ona bir sahə tapşırırsa tutaq ki, heç vaxt o zəif kadrı verə bilməz, çünki o sabah özü xalq içərisində biabır olub, reytinqi aşağı düşə bilər. Nə qədər ki, kadrlar bizdə hazırlayan institutlar yoxdur, siyasi partiyalardan kadr hazırlığı üçün istifadə olunmalıdır. Sonra dördüncüsü də ki, yolu istedadlılara vermək lazımdır. Necə deyirlər ki, o istedadsızlar onsu da hardan olsa vurub keçirlər də. İstedadlılara yol açmaq lazımdır ki, bu xalq üçün bir iş görür. İndi ki, dediniz o şeir belədir ki, tarixən şeir yazanlarımız olub, yəni mən bəzə səviyyə qaldırmayan, söz ustası deyiləm, ancaq hərdən olur da belə. Məlumatımız vardır, məlumatımız olduğuna görə biz. Ancaq şeir mən deməmişdən əvvəl arz edərdim ki, Azərbaycanda deyirik bayaqlarımızla, ağlarımızla fəxr edirik, elə adi muğamımızı götürək. Biraz adamı kövrəldəndir. O Rafik bəy həmişə deyir ki, nəysə deyir, biz nəsə eləməli ki, heç olmasa bu musiqimiz bir düşündürən olsun da insanları. Onu dinləyəndə ağlamayaq. O düşünək. Düşünək ki, nə deyil belə elə, yəni indi fikrimi mən qısa çatdırmaq istəyirəm. Deyirsiniz, deyim də. Deyir, indi ərəsindən bir parça deyərəm, yadımda qalanlarım. Qubatlı dişsinir düşmən səsinə, Bərküşat ona da laylay demirsə, o yerlərdə yenə də düşmən gəlirsə, analar hələ də fəryad edirsə, mən necə danışım gülüm ay ellər. Turan torpağıdır bizim elimiz, Ural Altay dağı Turan zirvəmiz, nələr itirmişik qalıb nəyimiz, duymursa bunları daş qəlblərimiz, mən necə danışım gülüm ay ellər. Şaman söylədilər ondan qastıqsa, sığmazam deyəni lağa qoyduqsa, ənəlhəq deyəni biri soyduqsa, anlamı yazanı anlamırıqsa, mən necə danışım gülüm ay ellər. Bir gün Azərbaycan qalxıb ayağa, onu satanları çəkəcək dara, ümidgahımıza, Rafiq sabaha, kömək etmiriksə siz deyin daha, mən necə danışım gülüm ay ellər. Çox sağ olun, çox var olun. Sağ olun. Müsahibə üçün sağ olun. Mən axırıncı sözümü bununla tutarmaq istəyirəm ki, yəni bu sualı belə vermək istəyirəm. Bu yeni ildə xalqımıza nə arzuladınız? Bu yeni ildə xalqımıza nə deyim, valla onu çox arzularım var. Mən də bir xalqın övladı kimi. Ancaq bəzən elə etiraf edək ki, qohumlar da hərdən dost tanış deyil, siyasi partiyanın əvvəlində. Biraz özünüz bilirsiniz, Azərbaycanda psixologiya elədir ki, bir növ başqa cür baxırlar ki, hərdən misal da gətirirlər, el üçün ağlayan kör olar. Ancaq mən elə fürsətdən istifadə edib onlara da cavab vermək istəyirəm ki, bayaq dedim Rafiq bəyin bir fikrin. Yəni, el üçün ağlayan kör olar, bu bir kəlamdır. Elə bir Türkün atalar sözü deyirlər, bir ayədir, Quran ayəsi kimi.
Yəni o ayələrin necə açılışı var, o kəlamların da açılışı var. Yəni el üçün ağlayan əlbəttə kör olar. El üçün iş görməlisən ki, el xoşbəxtlik üçün çalışmalısan ki, el xoşbəxt olar. Sən də onun bir övladı kimi xoşbəxt olasan, ağlamayasan, güləsən. Əlbəttə çox ağlayanda kör olarsan da, el üçün işləməyib ağlayanda kör olursan. Ona görə də mən o nöqteyi nəzərdən deyirəm ki, biz heç vaxt el üçün ağlamamışıq, el üçün iş görməyə çalışırıq və kör də olmayacaq. İnşallah işimizi də görəcəyik, xalqla bir yerdə arzularımıza da çatacaq və xalqa da qısaca onu deyə bilərəm ki, arzum odur ki, o Asif atanın bir fikrini deyim, babəkləşmək, nəsimiləşmək, füzuliləşmək. Bu böyük, bu dərin məna kəsb edən sözlərdir. Yəni elə bu fikrimi çatdırmaq istəyirəm, arzum oldu. Çox sağ olun.